Gəlmək olar. Yasamaldayım əziz dostlar. Divarda öz kölgəmi görürüm. Dur, işıq zadasında bura. Böyle İşıq yazırım. Deməli, əziz dostlar, burada 2 dənə gəlin var. Yoldaşları da deyəsən işləyir. Mən yəni indi gəlmişəm, indi tanış oluram. Bu uşağın ayağına nə olub? Çatlayıb yıxılıb. Yıxılıb çartdı. Bu uşağı bir dənə göstər. Uşağın adı nədir? Alparslan. Alparslan. O mənim oğlumdur. Bu onun qardaşıdır. Hə. Bu da sənin uşaqlarındır. Siz onda 2 elə bir ki, 2 elti. hə, 2 elti sizə. Ümumiyyətlə nə iş görürlər? Fəhlə işləyirdi. Fəhlə. Gün 15 manat. Günə 15-20 manat gətirirlər Olur, evə. olmayanda olur. Şərait vəbşə yoxdur. Qalıqlar belə. İnansan ki, o birisi şalvar tapır. Bax, bu qışı bir şalvar da keçirir əynində. Allah mənə qənim olsun, yalan Allah. deyirəmsə. Ona bir çatdıra bilmir. Neynəsin? De 2 gündən bir pampres yoxdur. 2 gündən bir pampres yoxdur. Tam olaraq istəyiniz nədir məndən? Uşaqların pamperesi yoxdur, yeməkləri yoxdur. Atalar işləmir. İşləri daha doğrusu 2 gündən bir işləyirlər. O da iş olanda olmayanda belə. Siz necə yola gedirsiniz onda? Hə, yola gedirik. Bir yerdə yola gedirsiniz, Allah. Uşaqlar gözəl uşaqlardır. Pampersləri yoxdur, hə? Yox. Bir dənə onun pampersi yoxdur, bir də bunun 2 uşağın. Əziz dostlar, gördüyünüz kimi burada şəraitsiz bir yerdə yaşayırlar. Mən də deyirəm ki, yəni buradan ilan qurbağa da çıxar. Deməli, yəni gəzdiyimiz evlərdə Allah rızası üçün sizlərdən müraciət edib kömək istəyən insanlar olur. Məndən istəyirlər, mən öz köməyimi yerinə yetirirəm. Sizin də gücünüz nə çatsa, köməyə nə eləmək istəsəz, bu uşaqlara məsələn paltar verə bilərsiniz. Bu qızın neçə yaşı var? 5. 5 yaşı var. Bu qıza paltar verin. Bu oğlan neçə yaşı var? 6. 6. Bu oğlana paltar. Bu neçə? Sizə ərzağı indi həll eləyərəm. Yoldaşımın əlinə nə qədər pul keçir hər gün? 15 manat, 18 manat belə. Mənə qış ili yoldaşım bir paltarla keçir, uşaqları onun kimi. Bir də uşaqların yeməyinə imkan tapıb əynə. Buyurun. İstədin. Nə dedin? Bunu da götürün. Bunu da götürün. Xanım. Bizim üçün yəni Allah yetər. Allah rızası üçün edirik. Yasamallığı alırlar. Yönəldəcəm ailələrə kim gəlmək istəsə bu ailəyə. Yönəldəcəm inşallah gəlsinlər.